Adi günlərin biridir, ailəvi Çin turu davam edir. 3-cü hissədir, biraz darıxdınız, gezmontaj elədim. İndi təqdim edirəm sizə dostlar. Biz hardayıq? Biz Yivudayıq və Yivu qatar stansiyasından Şanxay şəhərinə doğru gedirik. Yivudan Şanxaya maşınla geçsəydik 3 saata gedəcəkdik, amma dedik ki, sürətli qatarı da görək. Bunların qəşəng sürətli qatarları var. Saatda 300 ilə gedir. Rəsul deyir ki, qatarla gedək. Qatarla gedək və Mikail, biz və ailəvi və gedirik. Hara? Şanxaya. Şanxayda planlarımız var, gezəcək yerlərimiz var, alışverişimiz var. Rəsul da təzə telefonu ilə hər yeri, atası haranı çəkirsə, bala da oranı çəkir. Və gəldik dostlar Şanxaya. Mən 2 il əvvəl olmuşdum Şanxayda. Buranı çox bəyəndim. Taksi sifarişi verdik. Gedirik qalacağımız dostlar otelə doğru və Şanxayda Avropaya bənzir də, Avropa stilli şəhərdir də. Yəni digər Çin şəhərlərindən çox fərqlənir. Şanxayda olanlar bunu bilir və otelə gəlirik, yerləşirik. İlkin də buradadır. Bilirsiniz ki, səyahətimiz İlkinin gilindən bir yerdədir və bu formada robotlar var otellərdə. Otellər də çox təmiz olur. O robotlar yemək çatdırılma işinə baxır. Otel sistemlərini bəyəndim. Ümumilikdə Çini çox bəyəndim. Çin gözəl bir yerdir. Həqiqətən Avropaya getmin, gedin Çini kəşf edin. Vizasız yerdir. İçində Avropada var, Asiyada var, nə bilim, hər yer var da, yəni. Və yemək problemi həmişə Çində problem olur. Gələndə özünüzlə kalbasa, sasika zaten mütləq gətirin və Azərbaycan restoranı Yivuda vardı. Burada indi biz burgerdən falan bitər eləyəcəyik. Belə bir kiosk görürük. Burada robot işləyir əmələ başda. Ödəniş eləyirsən. Burada nağd puldan demək olar ki, az istifadə olunur. Bir proqram var Alipay. Ödənişi də ondan edirsən, yeməyi də ondan sifariş edirsən, taksiyi də ondan çağırırsan və Telegülliyə doğru gedirik və bura ən məşhur nöqtəsidir və orada fikrimiz var ki, Telegülliyə daxil olaq. Bu güllə Asiyanın 3-cü, dünyanın isə 5-ci ən böyük gülləsidir, telegülləsidir daha doğrusu. Bileti alırıq və gülləyə doğru irəliləyirik. Biz görək neçə mərtəbə qalxacağıq da. Müxtəlif mərtəbələrdə müxtəlif hissələr var. Ona görə də müxtəlif mərtəbələrdə dayanır. 259-cu mərtəbədə dayandıq. Bu formada belə bir seyrəngah var. Bu mərtəbədən görüntünü, şəhəri seyr eləyirik. Ümumi hündürlüyü isə 468 metrdir. Rəsulla şüşənin üstündə gəzirik. Şəhər ayağımızın tam altında. Şanxaydakı həmin o məşhur binadır. Ayağımızın altında şüşə var. Adam qorxur ama qorxmur. Yaxşı hündürdür. Güllədə gəzintimizi bitirdik. Dostlar, biz indi hara gedirik? Bu çayın sahilinə gedirik. Oradan da güllə tam fərqli görünür. Gecə işıqları yanır. Bəh, nə gözəl bir yerdir bura həqiqətən. Baxın, binalar elə bilirsən ki, Avropadır, Londondur və insanlar nə qədər çoxdur. Bura Çinin ən böyük şəhəridir, megapolisdir. Bura gələndə tıxacı nəzərə alın. Rəsul acır, sumkada həmişə özümlə götürmə kalbasa var idi. Bir dənə kalbasa verir, uşağın acılığı geçsin. Yazıq uşağın ağarsın, hər şey duzsuz zad, yeyəmir bunların yeməklərində. İndi bitər görə, indi Türkiyə restoranı harada tapırıq, Azərbaycan restoranı harada tapırıq, bir təhər eləyəcəyik. Dostlar, gecə olur, səhər asılır, növbəti gündür və biz biraz alışveriş etməliyik. İndi Şanxayda biraz gəzdik, amma alışveriş də əsasdır. Bizim əsas məqsədimiz Çinə gəlmişiksə ucuz məhsullar almaq, nələrsə maraqlı yəni mövzular kəşf etməkdir. Və mərkəzi hissədir, bunların piyada küçəsidir və Rəsul deyir ki, soyuqdur, mənə təzə papaq al. Bir dənə olsun papaq aldıq dostlar və burada mərkəzdə MMD'nin bu formada konfet mağazası var. Müxtəlif burada konfetlər, oyuncaqlar, uşaqla gəlmişsinizsə mütləq bura baş çəkin. Elə bir burada istehsal olunur, elə burada da satılır isti və biz təqribi bir xeyli alırıq və Rəsul üçün belə bura olsun kiçik qab da alırıq. Təqribi bu qədər şeyə 30 manat veririk. Qiymət o qədər ucuz deyil, amma dadı yaxşı. Yəni təzəsidir. Mərkəz küçəsində bu formada yarmarkalar var. Burada da ənənəvi təamların görə bilərsiniz. Şanxayda yəni gecə bazarı falan olmur, o kiçik şəhərlərdə olur adətən. Yəni Şanxaya belə uzaqdan baxsan deyirsən ki, Çin deyil də. Yəni ənənəvi Çindən çox uzaq bir yerdir. Öz avtomobilləridir, Xiaomi avtomobilidir, BYD avtomobilidir və yavaş-yavaş öz avtomobillərini sürməyə başlayırlar. Əvvəllər elə deyildi. Və burada da zərgərləri görürük. Hazırlayırlar gümüşdən bu formada əl işləri və biz metroya minirik. Metro da elə bir şəhərin elə düz binanın altından keçirik və metro kartından ödənişi edirik. Mənə xoşuma gələndə bu platformaların bu formada bağlı olmasıdır. Çox yaxşı bir addımdır. Metroları da çox təmiz, çox sürətli, çox qəşəngdir. Xəstəlik tapması yaxşı deyil, amma təmizdir. Yəni hər yer təmiz, səliqəlidir. Küçədə bura bomboş görmək olmur. Avropanın hər yeri dilənci. Bura yoxdur da qardaş, bunlar yoxdur. Yəni küçədə o qədər təmizdir ki, küçələr tərtəmiz saxlayırlar.
millət olaraq özləri təmiz deyil, yəni nətə, harda gəldi mədələrindən səs çıxarırlar, bir işlər görürlər, indi amma təmiz saxlayırlar şəhərlərin. Belə bir İtalyan restoranında yemək yeyirik. Burada ən böyük problemimiz Şanxaya gələndən yeməklə bağlıdır. Azərbaycan restoranı yoxdur burada. İnşallah gələcəkdə olar və yeməyimizi yeyirik. Uşaqlar gedir otelə, biz isə Mikaillə gedirik sərgiyə. Mənim axtardığım sərgi Şanxaydadır dostlar. Nə sərgisidir bilirdiniz, mən karavan alıram və axtarıram, daha doğrusu hələ pulum düzəltməmişəm və karavan sərgisinə gəlirəm. Ətraflı video paylaşmışdım və bu indi sizə də göstərin vlogda. Bu formada belə bir karavanlar var. Bundan almaq istəyirəm. Təqribi 50.000 dollardır. 50.000 dollarım yoxdur, amma inanıram ki, Allah yetirəcək. İlin sonuna qədər almaq istəyirəm ki, nətər deyim, bilirsiniz də gömrük qalxır axı, güzəşdən istifadə eləyə bilim. Üstü açılır, bağlanır və təqribi 4 nəfərə qədər qala bilir. Pikapdır, 4 nəfər də otura bilir. Dağlıq, off-road şəraitə də əlverişlidir. Biri çanqanın, birinin adı Maxus'dur, nədir? O da pis deyil. Biri dizeldir, biri hibrid motordur. Hər ikisi də 2 motordur. Biri benzin plug-in hibriddir, biri isə adi dizeldir. Görüm indi hansından alacağım. Dizel olan daha ucuzdur. Axtarışlar davam edir. İnşallah Allah pul getirsin. Almaq fikrindəyəm. Bilirsiniz də, maşınları satıram. Diplomat Mercedes'i satdım. İndi qalıb Qaz 24. İnşallah onu da satım. Gedəcəm Çinə. Bəlkə sürüb qayıtdım, bilmirəm, görək necə eləyirik. Və axşam saatları olur. Gəlirik bir mola, alış-veriş edirik. Çin səfərimiz bu formada rəngarəng keçir. Nə texnika görürüksə, baxırıq, axtarırıq, araşdırırıq. Burada yeniliklər var. Avropaya gəlməyənlər ilk olaraq burada görürük. Belə bir kamera almaq istəyirəm, amma sonda fikrimdən daşınmam, almıram. Bu formada maşındır. Görürsünüz, Land Rover'a oxşayır. Amma İngiltərə brendidir, digər brendi BMW ilə, motoru falan BMW-dir. Adı nə idi? Ionis nədir? Belə bir maşındır. Belə bir dondurma yeri gecə olur, səhər açılır. Bu əlcək giyini, bu çox təmizdir. Yəni təmizliyindən əlcək giyini. Yaponiyada daha çox belə eləyirlər, əlcək falan giyinirlər. Yenə mola gəlirik. Yəni Şanxay gəzintimiz mol oldu. Telefon alırıq. Mələkə telefon alır özünə. Burada qiymət yaxşı idi, sərf elədi, ucuz idi. iPhone elə bir telefondur ki, işlərsən biraz üstünə 500-600 manat qoysan, sonra təzəsini ala bilirsən. Sonra Minin dükanına giririk. Evə lazım olan, olmayan digər əşyaları axtarırıq, alırıq. Maraqlı bir sünələr var və Minin maşınını görürük, bu almırıq. Rəsul deyir, ata yaxşı maşındır. Deyirəm, oğlum, lazımdır. Mən elektrik maşınlarından uzağam. Bunlar da elektrik taxı. İndi deyə bilərsiniz ki, Fərid, heç kim elektrik almayanda sən almışdın. Yenidən alarsan, həqiqətən almaram. Fakt ilişkisi mənə görə. Aldım, gördüm, səhv eləmişəm. Mən plug-in hibrid ən yaxşısı oldu. İndi bu dəqiqədə ondan sürürəm. Belə bir marketə giririk. Görək bunların yeməkləri, içmələri, nələr var. Xırda xuruş alaq. Ağız dadımıza uyğun bir şey tapa bilmirəm. Mən hamısı qəribə dadlar verir. Bu meyvə qurularını aldıq. Heç dadı o deyildi. İçkilərdən biraz aldıq. Bazarlığımızı etdik və Şanxaydan ayrılma vaxtıdır. Biz gedirik aeroporta. Belə bir qardaşı çağırırıq. Taksi ucuzdur. Aeroportdan şəhərə 15 manat, 20 manat, 25 manat bu formadadır və gəldik aeroporta. Bağajlarımız görürsünüz nə qədərdir. Biz gedəcəyik Pekinə, oteldə qalacağıq və həmin günün axşamı da Bakıya qayıdacağıq. Və Rəsulun corablarını görürsünüz və uçduq biz. Təqribi 2 saata gəldik Pekinə. Pekinə çatdıq. Keçən dəfə qaldığımız otelə doğru irəliləyirik. Heç oteldə qalmırıq. Acından buraba ölürük. Səhər yeməyi yemişik. Səhər yeməkdə ancaq yumurta yeririk. Bir şey tapamırıq. Ağız dadımıza uyğun deyil deyə. Bu qardaş nəsə marş ağız mədəsin səsin verir cəmaata. Çox qəribə taksi sürücüləri var. Yəni taksi sürücülərinin pisi hər yerdə pisdir. Yəni və türk restoranı axtarırıq. Görək nə tapırıq, nə yenirik, nə tapırıq. Belə bir restoran tapırıq. Çanaqqala restoranı. İnan Allaha giririk içəri. Təsadüfən olur. Azərbaycanlı çıxır qardaş Natiq və deyir, bura türk restoranıdır, həm də Azərbaycan restoranıdır. Sahibi Azərbaycanlıdır, özümüzündür. Elə sevindim. O paxlavanı görürəm. Azərbaycan dilində danışan insanları görürəm. O qədər sevindim ki, restoran da nə restoran? Bizi varıb qonaq ellər. Deyir, bugün qonağımızsınız. Natiq menüyü gətirir. Deyirəm, bundan yemək istəyir. Bir özüm bir də sənin üçün qəşəng süfrə asacam. Ürəyimiz istəyəndən gətirirlər. Bu formada salatları çox dadlıdır. Özümüzü Azərbaycanda hiss elədik. Ölkəmizdən yoxdur, insanlarımızdan yoxdur, mətbəximizdən dünyanın heç yerində yoxdur. Kebabları görürəm. Özümə gəldirəm. Rəsul bu tüstünü görür, biraz qorxur. Amma o başa salıq sonra dayanır balam, şirin balam. Həqiqətən Pekinə gəlmişsinizsə yazın Çanaqqala restoranı. Mütləq gedin. Yəni qıraqdan türk restoranı kimi görür, amma həm türk, həm Azərbaycan restoranıdır və gəlirik yuxarı hissəyə. 4 mərtəbədən ibarətdir restoran və burada da bir dənə çay süfrəsi biz üçün təşkil ediblər. Restoran rəhbəri gəlir mənlə görüşür, şəkil çəkdiririk və bu formada buradan dostcasına yeni
yeni dostlar qazanaraq təsadüfən dost qazandıq özümüzə və inşallah növbəti dəfə yenə gələrik və gəldik oteldə 1-2 saat yatdıq və axşam reysi idi. Görürsüz otel işçiləri necə mehribandır, adamı necə yola salırlar. Mindik təyyarəyə qayıtdıq Azərbaycana. Bu macəra da belə bitdi.